Salam, hər birinizi xoş gördük. Lənkəran rayon Yuxarı Növbədi Kənd Tam Orta Ümumi Təhsil Məktəbinin radiosu efirdədir. Aparıcınız məni 8B sinif şagirdi Səfərzadə Zəhra və mən 5A sinif şagirdi Məhərrəm Sahib. Mövzumuz Molla Nəsrəddin jurnalının yaranması və Ümumdünya Sağlamlıq Gününün yaranmasına həsr olunub. 20-ci əsrin əvvəlləri Azərbaycanda təkcə neft qumu və vüsətli tikinti ilə deyil, həm də 1905-1907-ci illərin inqilabi hadisələri fonunda milli hərəkətin yüksəlişi ilə əlamətdardır. Bu dövr Azərbaycan ədəbiyyatı üçün də zəngin və mürəkkəb dövrlərdən biridir. Tarixi şəraitin mürəkkəbliyi və çətinliyi Azərbaycan ziyalılarının milli mədəniyyətini inkişaf etdirmək, əzmini daha da qüvvətləndirdi. Dövrün ən maraqlı mətbu orqanı isə Molla Nəsrəddin jurnalı idi. Həftədə bir dəfə Azərbaycan dilində çıxan bu jurnal bütün müsəlman dünyasında və yaxın şərqdə rəngli və şəkilli yeganə satirik nəşridir. Hər nömrəsi 8 səhifədən ibarət olan jurnalda ictimai bəlaların tənqidinə və ifşasına, rəngli karikaturalara geniş yer verilirdi. Jurnalı ərsəyə gətirənlər cəmiyyətdəki kəsirləri açıb göstərməklə xalqın ictimai siyasi şüurunu inkişaf etdirmək, onun dünyanın ən qabaqcıl və mədəni xalqları cərgəsinə qatmaq istəyirdilər. Molla Nəsrəddin jurnalı 25 il ərzində müəyyən fasilələrlə Tiflisdə, Təbrizdə və Bakıda nəşr olunub. Onun Tiflis dövrü 1906-1918-ci illəri, Təbriz dövrü 1921-ci ili, Bakı dövrü isə 1922-1931-ci illəri əhatə edir. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-sində Tiflisdə Qeyrət mətbəəsində çıxıb. Onun təşkilçisi Mirzə Cəlil adlı tanınan istedadlı yazıcı və gözəl publisist Cəlil Məmmədquluzadə bu hadisənin əhəmiyyətini qiymətləndirərək yazırdı ki, Molla Nəsrəddin jurnalının təbii özü yüyartdı. Molla Nəsrəddin o dövrdə Türkiyə, Rusiya və İranda ən çox oxunan, başqa nəşrlərdən fərqli olaraq kəmsavad oxuculara müraciət edirdi. Onun mətnləri çox sadə, karikaturaları isə dərhal başa düşülən idi. Karikaturalarda jurnalın çox vaxt təhsilin və dünyəvi cəmiyyətin düşmənləri adlandırdığı din xadimləri təsvir olunurdu. Jurnalın əməkdaşları müxtəlif bədii formaların, satirik hekayələrin, felyetonların, şeir və məqalələrin köməyi ilə cəmiyyətin canına işləmiş, bu naqistikləri öldürücü gülüş hədəfinə çevirirdilər. Jurnalın səhifələrində güldürən xəbərlər, məktublar, elanlar, atalar sözləri, məsələlər, atmacalar genişlik tuturdu. Molla Nəsrəddin beynəlxalq hadisələrə münasibət bildirir, imperialist dövrlərin müstəmləkəçilik siyasətini tənqid edirdi. Şərq xalqlarının azadlıq uğrunda mübarizəsinə rəvac verirdi. Jurnalın şöhrəti artaraq konkret coğrafi məkan çərçivəsindən kənara çıxmış, Rusiya, Qafqaz və Orta Asiyanın hər yerində oynanmış, habelə İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrin xalqlarının sosial, mədəni və siyasi tərəqqisində böyük təsir göstərmişdi. Jurnalın redaktoru böyük satirik və maarifçi Cəlil Məmmədquluzadə qarşısında cəmiyyətin nöqsanlarını oxuculara göstərmək və onları yaxşı həyat uğrunda mübarizəyə təşviq etmək məqsədi ilə qoyulmuşdur. Jurnalın Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzə Əli Mövcuz Şəbüstəri, Əbdülrəhim bəy Haqverdiyev, Məhəmməd Səyid Ordubadi, Cəfər Cabbarlı kimi görkəmli yazıcı və şairlər dəstəsi, Əzil Əzimzadə, Oskar Şimerlin və İosif Roter kimi rəssamlar cəlb olunmuşdur. Ömər Faiz Nemanzadə Cəlil Məmmədquluzadənin ən yaxın köməkçisi və məsləkdaşı idi. Jurnalın ilk nömrələrini onlar birlikdə hazırlamışdılar. Əslində Molla Nəsrəddin Azərbaycanda ədəbi məktəb yaranan ilk mətbuat orqanı idi. Müəlliflər öz ideyalarını aydın şəkildə daha çox insana çatdırmaq üçün müxtəlif üsullardan istifadə edir, Azərbaycan dilində məzəli zarafatlar, felyetonlar, yumor və satira, lətifələr, söhbətlər və ləzzətli karikaturalar təqdim edilir. Molla Nəsrəddinçilər ana dilinin şirinliyinə istifadə edərək Azərbaycan nəsli və poeziyasında yeni üslubun müəllifləri oldular. Jurnalın səhifələrində dərc edilmiş parlaq və cəsarətli əsərlər sonralar Azərbaycan bədii ədəbiyyatının publisistikasının qızıl fonuna daxil oldu. Müsəlman şərqinin mətbuat tarixində
Azərbaycan dilində ilk satirik jurnalın əhəmiyyətli ölçəgəlməzdir. Onun fəaliyyəti bu qəbildən tam bir sıra nəşrin təsis edilməsini təkan verdi. Beləcə Bəhlul, Azərbaycan, Mirat Babai Əmir və sair kimi jurnallar yarandı. Molla Nəsrəddin Azərbaycan demokratik mətbuatın inkişafına böyük təsir göstərdi və çox qısa müddətdə təkcə Azərbaycanda deyil, həm də bütün yaxın və orta şərq ölkələrində ən oxunan nəşrə çevrildi. Mövcud olduğu 25 il ərzində onun 800 nömrəsi işi gücü gördü. Molla Nəsrəddin 21-ci əsrin insanını da ruhlandırmağa davam edir. 1948-ci il aprelin 7-sində Ümumdünya Səhiyyə Təşkilatının Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan sonra dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilatı üzv qəbul olunub. 1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi ənənəvi olaraq qeyd edilir. Həmin gün diqqəti əsas ictimai səhiyyə məsələlərini öyrətmək üçün qlobal bir imkandır. Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosu xüsusi tədbirlər keçirir, eləcə də siyasətçilər və digər tərəfdaşlar arasında müzakirələrin aparılmasına şərait yaradır. İctimaiyyətin diqqəti Ümumdünya Səhiyyə Təşkilatının prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir mövzuya həsr olunub və müxtəlif şüarlar altında keçirilib. Bu il təşkilatın yaranmasının 76-cı ildə həmin gün sağlamlıq mənim haqqımdır şüarları altında qeyd edilir. Ümumdünya Səhiyyə Təşkilatının yaranması hesablamalarına əsasən qarşısı alınmayan ekoloji səbəblərin yaratdığı xəstəliklərdən hər il dünyada 13 milyon nəfər həyatını itirir. Səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, xəstəliklərin düzgün müalicəsinin aparılması 2030-cu ilə qədər qarşıda duran əsas məsələlərdən biridir. Uzun və sağlam ömür yaşamağa nail olmaq və sağlamlığın möhkəmləndirilməsi ictimai səhiyyənin qarşısında duran başlıca vəzifələrdən sayılır. Həmin günün məqsədləri sırasında sağlamlıq qaydalarına düzgün əməl olunması, səhiyyə məsələlərinin həllində dövlət orqanlarının kömək edilməsi, hakimlərin peşəkarlığının artırılması, düzgün qidalanma, idmanın və düzgün həyat tərzinin təbliği, gənclər arasında sağlam vərdişlərin yayılması, yaşlılara və sağlamlıq imkanları məhdud olanlara güzəştli şəraitin yaradılması, siqaret çəkməyən, alkollü içkilər və narkotik vasitələrin zərəri barədə məlumatlandırma, profilaktik prosedurların təyini və s. kimi məsələlər də daxildir. Ümumdünya Sağlamlıq Günü sağlamlığın və səhiyyənin problemlərinə yönələn və planetin hər bir sakininin sağlamlığının qorunması və əmin-amanlığın təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən tədbirdir. Dəyərli radio dinləyicilərimiz, bu gün olan efirimizin sonuna gəldik. Gələn efirlərdə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.